Əskərlərimizlə görüşə gələnlər əvvəlcə Gəncə Toğana yolundakı Murovdağ şəhidlərinin xatirə abidəsini ziyarət edərək vətən uğrunda canından keçən igidlərimiz yad etdi. Daha sonra İnsailə hərbi hissəyə gələn qonaqlar əskərlərlə görüşdü. Söhbət zamanı əskərlərimiz Ali Baş Komandanının Ağdam rayonunda Səngərdə əskərlərlə görüşünü yada saldı. Qonaqlar Ali Baş Komandanının həmin görüş zamanı çıxışının əks olunduğu plakat və broşurlar, həmçinin Azərbaycanın bütün sahələrdə yüksəlişinə dair 6 cildlik böyük siyasətin davamı kitabını hərbi hissəyə təqdim etdilər. Ən yüksəklikdəki düşmənlə üz-üzə dayanan postlarımızda olmaq, o səngərlərdə olmaq və onlar həmin əsgərlərlə bir yerdə onların suyunu içmək, onların çayını içmək, dövlətimiz tərəfindən onlara göstərilən qayğıları görmək, gözümüzlə görmək, bu bizdə böyük, yüksək əhval-ruhiyyə yaradır. Görüşdə iştirak edən Müdafiə Nazirliyinin rəsmisi Abdullah Qurbani isə dedi ki, bugün Azərbaycan ordusu ilə Azərbaycan xalqı bir vəhdət təşkil edir. Bugün artıq xalqla ordu birdir, bir bayraq altında birləşib və Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır. Hərbi qulluqçular da ordumuzun güclü, vətənin layiqli müdafiə olunduğunu dedilər. Bizim ordumuz güclüdür, bizim əskərlərimiz, zabitlərimiz hər an düşmənin əzmini qırmağa hazırdırlar. İctimaiyyət nümayəndələri ön xəttəki əskərlərimizlə görüşün yüksək əhval-ruhiyyə yaratmasını nəzərə alaraq bu cür görüşlərin davamlı olacağını bildirdi. Nicad Abdullayev, Fuad Nazimoğlu, Emin Quliyev, ön xətt.